Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusunun funksiyalar bölməsindən belə bir sualın izahına baxacağıq. Məsələnin həllinə baxmazdan əvvəl bir tərs funksiya haqqında biraz belə deyək də qiymətləri haqqında bir şeylər danışalım. Məsələn deyirəm, formal olaraq tutaq ki, deyirəm ki, f5-in qiyməti 3-dür. Onun tərsi olan funksiya üçün bunu belə deyə bilərik ki, yəni J3 onda bərabərdir nə olur? 5 olacaq. Yəni belə deyək də, biz tərs funksiyanı tapanda nə edirdik? Funksiya ilə arqumentin rolunu dəyişirdik, yəni yerini dəyişirdik. X-in yerinə Y, Y-in yerinə X yazırdıq. İndi bu qayda ilə, yəni bu məsələyə yanaşsaq, baxın, fikir verin, burada yazıb ki, J-2 bərabərdir 0-dır. İndi bunu tərsinə geri qaytarsaq, onda F0 bərabərdir nə olacaq? K-2 olacaq. Və F0-ın qiyməti də bizə şəkildən bəllidir ki, nədir? 7 olur. Yəni 7 bərabərdir K-2-yə. Buradan da K bərabərdir nə olacaq? 9 olacaq. Deməli, məsələdə nə deyirdi bizə? Qrafiki verilmiş fx funksiyasının tərs funksiyası olan jx funksiyası üçün j k-2 bərabərdir 0 olarsa k-nı tapın. Bu qaydada tapdıq. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.